Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun sədri Raci Kayanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə görüş keçirilib. Zaur Əliyev Agentlik və Sosial Müdafiə Qurumunun arasında imzalanan anlaşma memorandumu artıq 4 ildir ki, uğurla icra olunduğunu bildirib. Bu ilki fəaliyyət planı tibbi yardımın maya dəyərinin hesablanması, əhalinin icbari tibbi sığortaya dair məmnunluğunun ölçülməsi və ictimai rəyin öyrənilməsi kimi vacib istiqamətləri əhatə edir. Tibbi xidmətlərin dəyərinin tənzimlənməsi, əhalinin icbari tibbi sığorta çərçivəsində aldığı tibbi xidmətlərdən məmnunluq səviyyəsinin yüksək olması bizim üçün prioritet istiqamətlərindəndir, deyə Zaur Əliyev bildirib. Raci Kaya qeyd edib ki, səhiyyə sayəsində xidmətləri yaxşılaşdırmaq kifayət etmir. Bu xidmətlərin maliyyələşdirilməsi də paralel aparılmalıdır ki, sistem davamlı və səmərəli olsun. İnanırıq ki, Azərbaycanda da bu sahədə inkişaf ardıcıl şəkildə davam edəcək və əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq deyə nümayəndə heyətinin rəhbəri bildirib. Görüşdə Sosial Müdafiə Qurumunun strateji inkişaf, ümumi tibbi sığorta, səhiyyə xidmətləri, media və ictimaiyyətlə əlaqədar, beynəlxalq əlaqələr və sosial təminat məsələləri üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər.